Siz valideynlər, biz yenidən bugün Valideyn Saatın efirindəyik və çox maraqlı qonağımız və çox maraqlı mövzumuz var. Mövzunu üçlükdə müzakirə edəcəyik. Rasif də bizimlədir. Salam, xoş gördük. Hər vaxtınız xeyir olsun. Qonağımız kimdir? Təhsil tədqiqatçısı, jurnalist, müxtəlif ölkələrin təhsil modellərini araşdırmış, bu təcrübələri sistemləşdirərək kitab halına gətirmiş, eyni zamanda yazışı kimliyi ilə də demək olar, yəni 10 kitab müəllifi kimi tanınan Böyükağa müəllim Mikayılov, xoş gəlmisiniz. Xoş gördük müəllim. Çox sağ olun, təşəkkür edirəm. Dəvət üçün də xüsusi təşəkkür edirəm və qeyd eləmək istəyirəm ki, ümumiyyətlə sizin bu verilişin mən daimi izləyicisiyəm. Necə xoş. Bəli, daimi izləyicisiyəm və ürək qoyuram, demək ki, bəyənirəm və müəyyən məqamlarda müəyyən rəylər də yazıram və təşəkkür edirəm dəvət üçün. Çox sağ olun. Sizin kimi bir təhsil tədqiqatçısının bizim verilişin dinləyicisi olmaq bizim üçün qürur vericidir, şərəfdir. Bugün mövzumuz nə olacaq? Məktəbə qədər sahəyə bir dünya baxışı ilə danışacağıq. Yəni biz burada bir işlə məşğul oluruq. Dünyada buna necə baxırlar? Yəni bir danışaq bu haqqda. Çünki bəzən doğru olmayan informasiyalar gəlir ki, nəsə başqa bir onların təcrübəsi var. Yaxud da biz bir etalonlaşdırmışıq bəzi şeyləri ki, onlarda belədir, biz ona çatmalıyıq. Amma bəzən baxırıq ki, bizim özümüzə məxsus xüsusi şeylərimiz var ki, o qorunub saxlanmalıdır. Yəni bundan danışaq. Ümumiyyətlə o Samira xanımın sualı varsa, sual budur buyurun. ki, məktəbə qədər təhsil deyəndə hansı əsas yanaşmalar ön plandadır dünyada? Aha, bəli, əla. Aha, çox sağ olun Samira xanım, Rasif müəllim sualınıza görə. Əslində belə siz Rasif müəllim demişkən, yəni dünyada belə baxanda əslində qeyri-adi bir məsələlər yoxdur. Baxırsan ki, dünyanın hansısa tutaq ki, Asiyanı götürək, Amerikanı götürək, yaxud Avropanı götürək, yəni bunlar əslində ümumi baxışda bir-birlərindən fərqlənsələr də, əslində dəqiq araşdırdıqda, yəni bu məsələlərin bir qədər dərinliyinə getdikdə, görürsən ki, bunlar hamısı eyni elmi nəzəri mənbədən qaynaqlanmaqda. Təməl eynidir. Bəli, təməl eynidir. İndi mən bu məsələni bir qədər açacağam. Məsələn, tutaq ki, Sinqapurda mənim belə bir əsərim var, Sinqapur təhsilin fəlsəfəsi. Tutaq ki, mən bu əsəri araşdıran, bu əsəri qələmə alarkən, bu mövzuda tədqiqatlar apararkən